Bu dəfəki mövzumuz da anemiyalardır, amma biraz fərqli. Dəmir defisitli anemiyalardan danışacağıq. Baxaq görək, qanda dəmir çatışmazlığı hansı fəsadlara gətirib çıxarır? Nəyə görə bu barədə bilmək lazımdır? Dəmir çatışmazlığı ən çox kimlərdə olur? Bütün bunlar haqqında həkim hematoloqlarımızdan öyrənək. Anemiyanın ümumiyyətlə bir çox növləri var. Bu növlərin içərisində ən geniş yayılmışı dəmir defisitli anemiyadır. Eritrositlərin, qırmızı qan kürəciklərinin mərkəzində yerləşən, özündə yerləşən hemoqlobinin nüvəsini zülallarla birgə dəmir nüvəsi təşkil edir. Və bunun çatışmazlığı, miqdarının azalması nəticəsində ortaya çıxan anemiya deyirlər dəmir defisitli anemiya. Dünya əhalisinin təxminən 1/3-də dəmir defisiti var. Ölkəmizdə də bu problem geniş yayılıb. Dəmir defisitli anemiya dəmirin bədənimizə daxil olmasının, mənimsənilməsinin pozulması və ya xəstəliklər səbəbindən itirilməsi nəticəsində hemoqlobinin qanda normal səviyyəsinin azalması deməkdir. Dəmir insan qanının vacib maddələrindən biridir. O, hemoqlobinin yaranmasında iştirak edir. Hemoqlobin qırmızı qan hüceyrələrinin tərkib hissəsi olaraq oksigeni orqanizmin bütün toxumalarına çatdırır. Beləliklə, dəmir çatışmazlığı qanın qırmızı hüceyrələrinin azalmasına səbəb olur. Bu da hemoqlobinin səviyyəsinin düşməsinə və toxumaların lazımi miqdarda oksigen ala bilməməsinə gətirib çıxarır. Bu vəziyyətə dəmir defisitli anemiya deyilir. Hemoqlobin tərkib hissəsi bilirik ki, hemoglobindən ibarətdir. Hem dəmir, qlobin isə zülaldır. Bunların hər ikisinin çatışmamazlığı baş verdikdə hemoqlobinin miqdarı aşağı düşür. Normada qadınlar arasında hemoqlobinin miqdarı 120-140 arası, kişilər arasında isə 130-160 qram litr arası olmalıdır. Kişilərdə mədə-bağırsaq sistemində problem varsa qanaxmalara, burun qanaxmaları, mədə-bağırsaq qanaxması, babasil qanaxmaları, mədədə xora xəstəliyi zamanı baş verir və bunlar həmin şəxslərdə də qan azlığı, dəmir defisitli qan azlığı əmələ gəlir. Qan itirmələr nəticəsində uşaqlıq qanaxmaları qadınlarda və yeniyetmələrdə mütəmadi şəkildə, intensiv şəkildə baş verdikdə və bədən tərəfindən dəmir və tərkibində dəmir olan maddələrin az qəbul olunması nəticəsində və bu itirmə ilə bədəndə yaranma arasında dekompensasiya əmələ gəldiyi zaman artıq dəmir defisitli anemiya baş verir. Maraqlıdır. Görəsən nədəndir ki, dəmirin təbii mənbələrinin kifayət qədər çox olmasına, bədənimizin dəmiri uda bildiyi miqdarından 10 dəfəyə qədər artıq qəbul etməsinə baxmayaraq, yenə də anemiya baş verə bilir. Hematoloqlar bildirir ki, qida rasionunun xüsusiyyətləri dəmirin əlverişliliyinə xeyli dərəcədə təsir göstərə bilir. Qida rasionundakı dəmirin ancaq 10-20% hem formal dəmirin, yəni ət və digər yüksək bioloji əlverişli məhsullarda olan 80-90% isə qeyri-hem formal dəmirin, yəni dənli bitkilər, paxlalılar, meyvələr, tərəvəzlər, bitki mənşəli məhsullarda olanların payına düşür. Onların fikrincə, məhsullarda dəmirin miqdarını deyil, onun birləşmələrinin keyfiyyətini nəzərə almaq vacibdir. Məsələn, alma qurusunda dəmirin miqdarının mal ətindəkindən təxminən 5-6 dəfə yüksək olmasına baxmayaraq, məhsulun eyni miqdarından dəmirin mal ətindən sorulması daha yüksəkdir. Bu ətdə hem formasında olan dəmirin absorpsiya olunma effektinin qeyri-üzvü qida dəmirinə nisbətən xeyli yüksəkliyi ilə izah olunur. Orqanizmdə olan dəmirin 60% hemoqlobinin sintezində iştirak edir. Qalan 40% isə müxtəlif üzvlərin regenerasiyasında baş verir. Bu üzvlərdən dırnaqları göstərmək olar, dərini göstərmək olar, dəri örtüklərini, sonra saçın inkişafını göstərmək olar. Məhz həmin bu defisit baş verən zaman ilkin əlamətlərdən biri də dırnaqların sınması, ya laylanması, saçların tökülməsi, ağız bucaqlarında müəyyən çatların əmələ gəlməsi. Bax, bu ən çox yayılmış dəmir defisitli anemiyanın əlamətlərindən biridir. Əgər sizdə süslük, yorulma, yuxuculluq, baş gicəllənmə, dad hissinin qarışması, dəri örtüyünün solğunluğu, dərinin quruluğu, ağız bucaqlarında çatlar, dilin selikli qışalarının hamarlaşması, saçların qırılması və tökülməsi,
Köndələninə cızıqlanmış dırnaqlar, onlarda qaşığa bənzərliyin formalaşmasına meyillik və ürək döyünmə hissi əlamətləri varsa, dəmir defisitli anemiyanın olmasından şübhələnməlisiniz. Xəstəlik vaxtında müalicə olunmazsa, fiziki və zehni inkişafdan geri qalma, immunitetin zəiflənməsi, infeksion xəstəliklərə həssaslıq, bütün mövcud xəstəliklərin ağırlaşması, çox vaxt xroniki formaya keçməsi, ağır hamiləlik və doğuş, ana və uşaq ölümü ilə nəticələnə bilər. Müalicəsi adından göründüyü kimi dəmir preparatlardır. Bunlar isə bir neçə qruplara bölünüb. Əgər uşaq yaşlarındasa xüsusən siruplardan istifadə olunur. Uşaqlarla ümumiyyətlə və hamilə qadınlar üçün hamilə qadınlarda dəmir defisitli anemiyanın yüngül dərəcə və yaxud da onun profilaktikası üçün ferlatum adlanan preparat var. O 15 ml-lik flakonlarda satılır apteklərdən. Onun üstünlüyü nədən ibarətdir? Siz bilirsiniz ki, dəmir preparatı mədəyə daxil olan zaman oradakı xlor turşusu ilə birləşir və onun nəticəsində dəmirin müəyyən hissəsi itir. Və bunu qəbul edən xəstələrdə dəmir preparatları bəzi hallarda nəzin rəngi tündləşmiş qara rəngində. Bu heç də mədə-bağırsaq sistemindən olan qanaxmalara işarə deyil. Bax, bunu bilmək lazım. Ferlatumun üstünlüyü nədən ibarət? O mədəyə düşən zaman həmin preparat xüsusi zulalla dəmirin üstü örtülür. Həmin o preparatın içərisindədir, turşu mühitdə. Bağırsağa 12 barmaq bağırsağa keçdikdə isə həmin qələvi mühitdə o öz təbəqəsini itirir, qişasını itirir və dəmir dəyişilməz formada başlayır sorulmağa. Müalicə olunmayan dəmir defisitli anemiyalar, onların fəsadları yenə yəni uzun müddətli olduqda artıq sümük ilində biz ona öncədən hiporegenerator kimi belə bir diaqnoz qoyurduq. Xroniki dəmir defisitli anemiya hiporegenerator mənşəli. Yəni uzun müddətli, söhbət çox uzun müddətdən gedir. Bu halda artıq sümük iliyinin işləməsi xeyli zəifləyir. Biz ona tormozlama deyirik, funksiyası azalır. Və belə hala gəlməsin deyən o anemiyanı vaxtında ləğv eləmək. Ümumiyyətlə uzun müddətli ola bilmir, çünki xəstə istər-istəməz onun bədəni onu məcbur eləyir ki, o həkimə müraciət etsin. Və belə halda diaqnoz təyin olunduqdan sonra müalicəsi də yəni o qədər çətinlik təşkil eləmir. Əmələ gəlmə səbəbləri nədən ibarətdir? Bu bir neçə yerə bölünür. Biri xroniki qan itirmələrdir. Bura ən çox təsadüf olunan mədə-bağırsaq sistemində olan müxtəlif formalı patologiyalar, məsəl üçün qida borusunun iltihabı prosesi, sonra mədənin eraziv qastritləri və yaxud da ki, bağırsaqların müxtəlif patologiyaları və yaxud da divertikulları, orada olan poliplər və s. Sonra burundan olan qanaxmalar, müxtəlif qan itirmələr, məsəl üçün arterial təzyiqin yüksəlməsi zamanı çox təsadüf olunur. Və nəhayət böyrəklərdə olan patologiyalardan, böyrək daşı xəstəliyidir və yaxud da ki, böyrəyin ən çox sidik hissəsinin müxtəlif formalı şiş xəstəliklərində bu təsadüf oluna bilər. Və nəhayət dəmirin alimentar çatışmazlığı qrupudur. Burada o aiddir kifayət etməyən qidalanma, qidalara da aiddir, xüsusən dəmir zəngindir. Ət qidalarında, yumurtada, balda, sonra müxtəlif formalı meyvələrdə. Ondan sonra müxtəlif mənşəli anoreksiyalar. Bir də görürsünüz ki, arıqlamaq istəyirlər. Və yaxud da ki, müəyyən xəstəliklər zamanı bu baş verə bilər. Və nəhayət vegetarianlarda, çünki biz dediyimiz kimi, deməli, dəmir xaricdən bizə ekzogen yolla ancaq əsasən ət preparatları, məhsulları ilə daxil olur. Deməli, dəmir defisitli anemiyaların əgər bu kəskin qanaxmalar nəticəsində çox qısa bir müddətdə baş vermişsə, mütləq yəni həyatla bir araya sıxmayan hipoksiya əlamətləri varsa, biz bilirik ki, hemoqlobin oksigen daşıyıcısıdır, oksigen mübadiləsində iştirak edir qırmızı qan kürəcikləri. Bunların kəskin azalması baş verirsə, mütləq o qırmızı qan kürəciklərinin həyat göstərişi ilə əlaqədar olaraq xəstəyə vurmaq lazımdır, eritrosit kütləsi köçürmək lazımdır. Bu kəskin qan azlıqlarında baş verir. Amma
Xroniki hallarda biz çalışırıq ki, orqanizmdə nə çatmır, onu verək. Dəmir defisitli anemiyanın diaqnozu üçün ilk növbədə qanın ümumi müayinəsi, qanda ferritinin, dəmirin miqdarı və dəmir birləşdirmə qabiliyyətinin yoxlanılması məsləhətdir. İlkin olaraq dəmir defisitli anemiya üçün göstərilən klinik əlamətlərlə yanaşı bu laborator müayinələri olması məsləhətdir. Deməli, qanın morfoloji, dəmir defisitli anemiyalar zamanı qanında morfoloji dəyişikliklər baş verir. Bu əsasən qırmızı qan hüceyrələrinə aiddir. Qırmızı qan hüceyrələrinin anizositozu, pokilositozu, biz anizostoz dedikdə onların ölçülərinə görə, pokilostoz dediksə formalara görə qırmızı qan hüceyrələri normal qan hüceyrələrindən fərqlənir. Eyni zamanda qırmızı qan hüceyrələrinin gipoxromiyası, mikrositozu, yəni bu tam eritrositlər öz funksiyasını həyata keçirə bilmir. Bildiyimiz kimi eritrositin tərkibində eritrosit iki hissədən ibarətdir. Hem və globin hissəsindən, dəmir və zolaq hissəsindən ibarətdir. Həmin dəmir hissəsinin olmamağı eritrositlərin tam şəkildə funksiyalarının həyata keçirilməsinə maneçilik göstərir. Və sonradan qan zərdabında dəmirin miqdarı, ferritinin miqdarı və dəmir birləşdirmə qabiliyyəti təyin olunur, müalicə taktikası seçilir. Dəmir defisitli anemiyanın nə olduğunu öyrəndik. Əlamətləri, yaranma səbəbləri haqqında danışdıq. Həkimlərimizin verdiyi məsləhətlərdən sonra yadda saxlamaq lazımdır ki, vaxtında olunan müraciət sağalma şansını artırır.